Mayın 24-ü gecədən səhərə qədər Ukrayna paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Nəticədə paytaxtın mərkəzi və ətraf rayonları, o cümlədən hazırda ərazisində olduğumuz mərkəzi Şevçensk rayonunda yerləşən bu küçə, Lukyanovka bazarının ətrafı ciddi dağıntılara məruz qalıb. Bazar özü demək olar ki, tamamilə alışıb yanaraq məhv olub. Yeri gəlmişkən bu ərazi Azərbaycanın Ukraynadakı səfirliyinin cəmi 500-600 metr məsafəsində yerləşir. Hazırda yanğının qarşısı alınmağa çalışılır. Ümumilikdə paytaxtda endirilən zərbələr nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir. Onların sayı müəyyənləşdirilir. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahından bildirilib ki, ümumilikdə Rusiya ordusu tərəfindən Areşnikdə daxil olmaqla 90 balistik raket və 600 dron buraxılıb. Onların böyük əksəriyyəti havada zərərsizləşdirilsə də, bəziləri hədəflərə dəyib. Zərbələr nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası da zərər görüb. Zərbə dalğası o qədər güclü idi ki, bizi zirzəmidə də silkələdi. Bütün sakinlər qorxu içində idilər, bilmirdilər neynəsinlər. Səhərə qədər sığınacaqda qaldıq. Gördüyünüz kimi hər yer dağılıb. Mağaza, zavod, bazar, hər şey gözümün qabağında oldu. Dəhlizə sığınmışdım, pəncərədən baxırdım, dualar edirdik. Təxminən saat 3-dən raketlər uçmağa başladı və əsl cəhənnəm yaşadıq. Qorxuluydu. Hər şey bir anda baş verdi. Gecəni çox ağır keçirdik. Bazara bir neçə raket düşdü. Anidən oldu, çox qorxuluydu. Pəncərələr titrəyirdi. Ev zərbənin təsirindən silkələnirdi. Gecəni hamam otağında keçirmişik. Sığınacağa getməyə vaxt tapmadıq. Mən bax bu ticarət mərkəzində işləyirdim. Artıq o da yoxdur. Dağıldı. Ruslar Kiyevin bütün rayonlarına raketlər və pilotsuz təyyarələrlə zərbə indiriblər. 50-dən çox obyektə ziyan dəyib. Onların arasında çox mənzilli və fərdi evlər, ticarət mərkəzləri, təhsil müəssisələri, bazar, inzibati binalar, həmçinin metro stansiyaları var. Hücum aktı yenə mülki əhaliyə yönəldilib. Hazırda 2 nəfərin həlak olduğu məlumdur. Yaralılar çoxdur. Aralarında uşaqlar da var. Xüsusi yardım qərargahları yaradılıb. Burada onlara lazımi köməklik göstərilir. Qeyd edək ki, Rusiyanın Kiyevə endirdiyi hava zərbələri nəticəsində 80 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 nəfər ölüb.